Əmək Nazirliyi yanında Dövlət Sosial Təminat Fondu, HƏMət tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiya ödənişlərinin tarifləri rəsmi şəkildə açıqlanıb. Məlumata görə, bu bölgələrdə yaşayan pensiyaçıların sosial təminatının vaxtında həyata keçirilməsi məqsədilə ödənişlərin konkret günü müəyyənləşdirilib və bu tarix ictimaiyyətə təqdim olunub. Son Xəbər AZ saytının AZA istinadən yaydığı xəbərə əsasən, qeyd olunan ərazilərdə pensiya ödənişləri yanvar ayının 13-də həyata keçiriləcək. Bu tarixdə minlərlə vətəndaşın pensiya vəsaitləri onların bank kartlarına köçürüləcək və ya digər ödəniş vasitələri ilə təqdim olunacaq. Bu da öz növbəsində pensiyaçıların gündəlik ehtiyaclarının qarşılanmasına mühüm dəstək olacaq. Bundan əlavə, ölkənin digər şəhər və rayonlarında yaşayan vətəndaşlar üçün də pensiya ödənişləri əvvəlcədən təsdiqlənmiş cədvələ uyğun şəkildə mərhələli qaydada həyata keçiriləcək. Bu proses çərçivəsində güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslər də daxil olmaqla, bütün kateqoriyadan olan pensiyaçıların ödənişləri təmin ediləcək. Belə yanaşma sosial ədalətin qorunmasına və hər kəsin vaxtında öz vəsaitini almasına şərait yaradır. Qeyd etmək lazımdır ki, 2026-cı ilin yanvar ayından etibarən ölkədə bütün növ əmək pensiyalarının təxminən 10% artırılması planlaşdırılır. Bu artımın həyata keçirilməsi nəticəsində təxminən 1.100.000 insanın sosial rifahında müsbət dəyişiklik gözlənilir. Pensiyaların artırılması qərarı ölkədə iqtisadi göstəricilərin yaxşılaşması və əhalinin gəlirlərinin artırılması siyasətinin bir hissəsi kimi qiymətləndirilir. Hazırda isə orta aylıq əmək haqqı təxminən 9.7% artaraq 1093 manata çatıb. Bu artım da pensiya məbləğlərinin indeksləşdirilməsinə birbaşa təsir göstərir və gələcəkdə sosial ödənişlərin daha da yüksəlməsi üçün zəmin yaradır. Ümumilikdə, həyata keçirilən bu tədbirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar kimi dəyərləndirilir.